Layiqli insan bilik genişliyinə və ruhun möhkəmliyinə malik olmaya bilməz. Çünki onun yükü ağır, yolu isə uzundur, deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Heç düşünmüsünüzmü? Niyə bəziləri çətinliklər qarşısında əyilir, bəziləri isə sanki hər zərbədən sonra daha da dikəlir? Layiqli olmaq sadəcə yaxşı insan olmaq deyil. Bu həm də çiyinlərindəki o gözə görünməz ağırlığı daşımaq cəsarətidir. Bilirsiniz o yük nədir? O yük məsuliyyətdir. Özünə, ailənə və prinsiplərinə olan sadiqlikdir. Psixologiyada biz buna daxili dayaq nöqtəsi deyirik. Əgər zehniniz geniş, ruhunuz isə polad kimi möhkəm deyilsə, yolun yarısında dayanmaq istəyəcəksiniz. Çünki yol uzundur. Bu yolun sonu yoxdur. Bu yolun mənası elə o yolu necə getməyimizdədir. Elm deyir ki, intellekt, bilik bizi istiqamətləndirir, amma iradə, ruh möhkəmliyi bizi hərəkətdə saxlayır. Biri xəritəmizdir, digəri isə yanacağımız. İndi isə bir anlıq dayanın və özünüzə sual verin. Sizin çiyinlərinizdəki o ağır yük sizi yorur, yoxsa sizi daha da güclü edir? Sizin yolunuz hara gedir? Unutmayın, ağır yükləri yalnız möhkəm ruhlar daşıya bilər. Şərhlərdə yazın, sizcə bugün bir insanı layiqli edən ən mühüm xüsusiyyət hansıdır? Bilik, yoxsa xarakter?